Salam, hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən növbəti 10 suallıq sınağı sizlərə təqdim edirəm. İzaha keçmədən öncə kanala abunə olaraq həftə ərzində paylaşılan bu videolardan ödənişsiz olaraq faydalana bilərsiniz. Eyni zamanda bizim ödənişli onlayn qruplarımıza qeydiyyat davam eləyir. İnşallah dekabrın 15-20-si arasında başlayacaq qruplarımız üçün 055 418 8202 bu hissədə gördüyünüz telefon nömrəsi ilə müraciət edib dərslərə qoşula bilərsiniz. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri hər həftənin 6-cı günü və ya bazar günü təşkil olunan mətn canlı yayımlarından ibarətdir. Digər 2 dərsimiz isə normal dərslərin tədrisi və təşkilindən ibarətdir. Tam ətraflı məlumat üçün bizə yaza bilərsiniz. Gəlin vaxt itirmədən keçək sualların izahına. Başlayaq elə birinci sualdan. Klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Gəlin əvvəlcə qələmi seçək. Yoldur sözünə deyir ki, ümumi isimdir. Deməli, burada yolmaq feili, yəni yoldurmaq feili ola bilməz. Yol burada isimdirsə, dır da burada ismin xəbərli şəkilçisidir. Çünki bizə isim olduğunu deyir. Həm həqiqi, həm də məcazi mənada işlənə bilər. Yol sözü əgər maşın yolu mənasında olarsa, bu həqiqidir. Yox, ömür yolu, həyat yolu olarsa, bu məcazidir. Deməli, həm həqiqi, həm məcazda olması tamamilə doğrudur. Kök və bir leksik şəkilçidən ibarətdir. Baxın, yolmaq, yoldurmaq olduğu zaman leksik deyə bilərəm buna. Gərək bu zaman yolmaq, yoldurmaq feil olsun. Amma şərt bizə isimdir deyir. Ona görə də bir leksik yox, bir qrammatik şəkilçi götürürəm. Mən bu fikir səhvdir. Adlı xaldadır, bəli, yol isminin tərkibində sadəcə xəbərli şəkilçisi var. Demək, adlı xalda olmağı tamamilə doğru fikirdir. Vurğusu ikinci hecaya düşür. Yox, yoldur, feil olarsa vurğu ikiyə düşür. İlk hecaya düşəndə olur yoldur ismi. Yəni, bura yoldur. Nədir? Demək, bu səhv fikirdir. Doğru cavablarımızı istəyiriksə 1 və 3 cavabımız B variantında olacaq. Davam eləyək digər sualımızdan. Dövlət xadiminin ən ali vəzifələrindən biri xalqın maarifləndirilməsidir. Cümləsinin təhlillə bağlı doğru fikirləri istəyir. Baxaq, cümlə yalnız baş sözlərdən ibarətdir. Biz əvvəla təhlil eləyək. Təhlil elədiyiniz zaman mütləq xəbərdən başlayın. Maarifləndirilməsidir. Baxıram ki, si burada mənsubiyyətdir. Mənsubiyyətdirsə, deməli, yiyəlik hal da var bunun. Xalqın maarifləndirilməsidir. Nədir? Bu oldu cümlənin xəbəri, ismi birləşmə ilə ifadə olunub. Nə xalqın maarifləndirilməsidir? Dövlət xadimi. Baxın, dövlət xadimi dövlətin xadimi deməkdir. Yiyəlik mənsubiyyət. Sonra dövlətin xadiminin bir dənə də yiyəliyi varsa, deməli yenə bir mənsubiyyət olmalıdır. Xadiminin vəzifələri vəzifələrindən biri. Demək ki, bu ifadələrin hər biri bütöv şəkildə üçüncü növ isim birləşmənin tərkibində gedəcək. Yəni, dövlət xadiminin ən ali vəzifələrindən biri bütöv mübtədadır. Xalqın biri daxildir. Xalqın maarifləndirilməsi bütöv xəbərdir. Yalnız baş üzvlərdən ibarətdir şərti tamamilə doğrudur. Bir mübtəda var, bir xəbər var. İkinci dərəcəli üzvlərdən ancaq təyin işlənmişdir. Səhvdir, bu cümlədə təyin yoxdur. Feili xəbərli cümlədir, maarifləndirilməsidir. Baxın, xalqın maarifləndirilməsi bu ifadə ismi birləşmədir və nə sualına cavab verir? Deməli, ismi xəbərdir. Feili xəbər olmasa səhvdir. Xəbərin ifadə vasitəsi feili birləşmədir. Baxın, feili birləşmə deyil, ismi birləşmədir. Yiyəlik, mənsubiyyət. Bu, ismi birləşmə deməkdir. Səhvdir. Feili birləşmə o vaxt olardı ki, əsas tərəfdə məsdər tərkibi, feili sifət tərkibi, feili bağlama tərkibi olsun. Cümlənin mübtədası mürəkkəb adla ifadə olunmuşdur. Xadiminin vəzifələrindən biri. Yox, ismi birləşmədir bu sadəcə. Mürəkkəb ad deyil, yanlış fikirdir. Doğru cavabımız olacaq A variantında. Davam edirik növbəti sualımızdan. İşin özü çox maraqlıdır cümləsindəki əvəzliyin məna növünü və əvəz etdiyi nitq hissəsini istəyir bizdən. Demək, burada əvəzliyimiz özü əvəzliyidir, öz təyini əvəzlikdir. Hansı nitq hissəsini əvəz edilir? Cümlədə sualına baxmalıyıq. İşin özü, nə özü? Nə sualına cavab verirsə, deməli, ismi yerində işlənir. Yəni, bu bir təyini əvəzlikdir və ismi yerində işlənmişdir. Cavabımız olacaq B variantında. Davam edirik növbəti sualımızdan. Dördüncü sual. Hansı cümlədə ismin quruluşda yalnız bir növünə aid nümunələr işlənmişdir? Quruluşda yalnız bir növü. Baxaq,
dağlar xitabdır bu. Səndə gözüm var. Deməli, dağ isimdir, quruluşca sadədir, sən əvəzlikdir. Göz isimdir, mənim gözüm ünmənsubiyyətdir. Deməli, bu da quruluşca sadədir. Var predikativ sözdür. Dərdə məndə dözüm var. Nəyə? Dərd isimdir, sadə isimdir bu da. Mən əvəzlikdir. Dözüm var. Nə var? Burada deməli dözməkdən dözüm ismi yaranır. Deməli, dözüm quruluşca düzəltmədir. Dağdır, gözdür, dərddir. Bunlar quruluşca sadədir. İsmin quruluşca iki növünə aid nümunə oldu. Ona görə A variantını götürə bilmirəm. Güclü yağışlardan sonra daşqın əmələ gəlir. Gəlin bura baxaq. Yağmaqdan yağış, yağış burada isimdir. Daşqın, daşmaqdan daşqın. Bu da isimdir, əmələ gəlir. Güclü sifətdir, sonra qoşmadır, dandan sonra gəlib. Əmələ gəlir feildir. Yəni bu cümlədə iki dənə isim var, yağış və daşqın. İkisi də düzəltmədir. Yəni isimlərin quruluşca yalnız bir növünə aid nümunə var. Quruluşca düzəltməyə aid nümunə var. Ona görə B variantı doğrudur. Əskərin üzü ani bir titrəyişlə tərpəndi. Əskər sadə sözdür, üz sadədir, amma titrəyiş titrənməkdən əmələ gəlir, düzəltmədir. Deməli, həm sadə isim var, həm düzəltmə isim var. Bu uyğun deyil. Həzin nəğmə deyir, indi bağça bağ. Bağça düzəltmə isimdir, bağ sadə isimdir məsələn. Ona görə quruluşca avtomatik iki növü olduğuna görə D bəndini götürə bilmərəm. Qızılquş balasını bu nəğmə ilə çağırırdı. Qızılquş mürəkkəb isimdir, bala sadə isimdir. Bir mürəkkəb var, bir sadə var. Demək, quruluşca ən azı iki növü var. Mən götürə bilmərəm, yeni doğru cavabımız olacaq. B variantında quruluşca yalnız iki düzəltmə isim var. Bu da yalnız bir növü deməkdir. Davam eləyək növbəti sualımızdan. 5-ci sual. Cümlədəki mübtədaların ifadə vasitəsinə görə ardıcıllığı istəyir bizdən. Şəhərimizdəki göydələnlər yüzlərlədir. Yüzlərlədir, nə qədərdir? Nə yüzlərlədir göydələnlər? Göydələn burada mürəkkəb isimdir. Ona görə ismi yazırıq birdə. Qoca bu haqsızlığa qarşı səsini çıxarmadı. Kim? Qoca. Qoca burada mübtədadır. Adi halda qocaya sual verək. Qoca necə? Deməli, qoca sifətdir. Cümlədə isimləşərək mübtəda oldu. Ona görə davamınca yazırıq 2 sifət. Axtaran tapar, yoğuran yapar. Nə edər tapar, kim axtaran, nə edər yapar, kim yoğuran. Axtaran, yoğuran mübtədaları fe'li sifətlə ifadə olunub. Ona görə ardınca yazırıq 1. Demək, ardıcıllığımız nə olacaq? 3, 2, 1 cavabımız A variantındadır. Daha sonra davam edən növbəti sualımızdan. Həm isim, həm də sifət kimi işlənə bilən, lakin amonim olmayanı istəyir. Baxaq görək hansı sözlərdir. Elektrik sözü vurğusu 2 hecalı düşünülür. Biri var elektrik cəryanı, vurğu bu zaman sona düşür. Deyirik ki, elektrik nə? Bir də var ki, o elektrikdir, kimdir? Vurğunun dəyişdiyi bu məqamlarda həm ikinci, həm də üçüncü hecaya düşən bu məqamlarda elektrik isim olur. Nitq səsi dəyişmir. Şərtdə isə sifət kimi işlənəni istəyir. Amma elektrik sözü vurğu dəyişsə belə yenə isim olaraq qalır, uyğun deyil şərtimizə. Satirik sözü uyğundur. Çünki biri var satirik hekayə, vurğu sona düşür. Hansı hekayə? Bir də var ki, o satirikdir, kimdir? Satirik olduğu zaman, vurğu ikiyə düşdüyü zaman olur isim kimi. Sonra düşdüyü zaman olur sifət. Amma isim və sifət kimi olsa da amonim deyil. Nəyə görə? Çünki vurğusu dəyişən sözdür. Deməli, iki şərtimizə uyğundur. Yad sözü, biri var insanın yadı, məsələn, yadıma düşdü. Bir də var ki, yad adam, özgə adam, isim və sifət kimi işlənən amonim sözdür. Ona görə 3-ü götürə bilmirəm. Şərti sözü, bu məsələn, biri var ki, şərti qaydalar, necə qaydalar və ya şərti nə isə də sifət kimi işlənir. Şərti sxemlər, necə sxemlər. Bir də var ki, bu şərti başa düşmədim, nəyi? Şərti sözündə i qrammatik kimi. Burada olur sifət düzəltmə sözdür, burada olur şərti sadə sözdür. Başlanğıc forması şərt olan sözlə, başlanğıc forması şərti olan söz bir-biri ilə amonim ola bilməz. İsim və sifət kimi işlənə bilir, amma amonim deyil. Deməli, 5-i götürə bilirəm. Sonra qızılı sözünə baxaq. Buranı təmizləyək. Biri var, qızılı necə? Məsələn, qızılı qolbaq, necə qolbaq? Burada düzəltmə sifətdir. Bir də var deyirəm ki, qızılı ver. Nəyi? I burada olur sadə söz kimi. Başlanğıc forma qızılı olan sözlər, başlanğıc forması qızıl olan sözlər bir-biri ilə amonim ola bilməz. Burada sifətdir,
burada isimdir. Yəni, həm isim, həm sifət kimi işlənə bilir, lakin amonim deyil. Deməli, ümumi cavabımız nə olacaq? Şərti, qızılı və satirik. Doğru cavabımız 2, 4, 5 Y variantındadır. Davam eləyək növbəti sualımızdan. İzaha keçmədən əvvəl bir daha qeyd edirəm ki, dekabrın 15-20-si kimi bizim onlayn qruplarımızla yeni dərslərimiz başlayır. Endirimli qruplardır. Qrup sırf ibtidai sinif müəllimlərinin miq və sertifikasiyası üçün nəzərət olub. 055 418 82 02 telefon nömrəsi ilə bizə müraciət edib dərslərə qoşula bilərsiniz. Hansı cümlədəki sifət adi dərəcədədir? Günəş bozumtul buludlar arasında üzməkdə idi. Bozumtul sifəti ımtıl şəkilçisi ilə əmələ gəlmiş azaltma dərəcəsidir. Ona görə A-nı götürə bilmirəm. Dostum, sirdaşımdır, allı güllü bahar. Hansı bahar? Allı güllü. Bu mürəkkəb sifətdir və heç bir şəkilçi və ya yanında heç bir dərəcə əlaməti gəlmədiyinə görə adi dərəcədir deyə bilərik. Cavabımız elə B variantı olacaq. Ən böyük biclik düzlükdür. Burada ən böyük, ən ədatı ilə yaranmış sifətin çoxaltma dərəcəsi var. Ona görə C-ni götürə bilmirəm. Körpəcə ürəyindən silindi bütün yara. Körpə sifətinə artırılan C ədat sifətin çoxaltma dərəcəsini yaradıb. Ona görə D-ni də götürə bilmirəm. Orqanizmin ən həssas üzvü, həssas sifətinin qarşısındakı ən ədatı sifətin çoxaltma dərəcəsini yaradıb. Ona görə Y-ni də götürə bilmirəm. Düzgün cavabım B variantı allı güllü sifəti adi dərəcəli bir sifətdir. Növbəti sualdan davam edirik. Yaşıl yarpaqlardan asta-asta damcılar damır, narın çiskin quzunun tüklərindən üzü aşağı süzülürdü. Şərtdə nə istəyir? Tərkibində zərfin mənaca hansı növünə aid nümunələr işlənmişdir. Demək, yaşıl yarpaqlardan asta-asta damcılar damır. Burada maraqlı məsələ nədir? Asta-asta sözündən sonra damcılar gəlib. İndi asta-asta damcı ifadəsi varmı? Yəni, asta-asta damcı, necə damcı? Asta damcı. Olar, xeyr. Damcı necə ola bilər? İri damcı ola bilər, xırda damcılar ola bilər. Amma asta-asta damcı nə deməkdir ki? Belə bir ifadə yoxdur. Yəni, damcılar asta-asta damırdı. Asta-asta damır feilinə aiddir. Bu da sual olur ki, nə tərzdə damırdı asta-asta? Deməli, bu tərzi hərəkət zərfidir. Narın çiskin quzunun tüklərindən üzü aşağı süzülürdü. Üzü aşağı isə yer zərfidir. Yəni, bu nümunədə bir dənə tərz hərəkət zərfi var, bir də yer zərfi var. Doğru cavabımız tərz və yer, cavab Y variantı. Növbəti suala baxırıq. Hansı cümlədəki feil gələcək zamanda işlənmişdir? Gələcək zaman iki formada özünü göstərir. Bir var qəti gələcək zaman, acaq-gecək şəkilçisi. Bir də qeyri-qəti gələcək zaman. Ar, inkarı da mazla düzəlir. Baxaq. Qönçə açılmamış ləçək xalatdır. Buradakı D şühudi keçmiş zamanın şəkilçisidir. A olmaz. Qatar çoxlu yük apardı. Nə etdi? D keçmiş zaman şəkilçisidir. Olmaz. İgid adam əmək itirməz. Baxın, itirməz sözündə itməkdən itirmək yaranır. M burada mamənin qısaldılmış inkarıdır. Əz də qeyri-qəti gələcək zamandır. Demək ki, burada gələcək zamanda işlənmiş feil var. Qış qurtarır, yer canlanır. Nə edir qış qurtarır, nə edir canlanır. Buradakı feillər indiki zamanda işlənmişdir. D variantını götürə bilmirəm. Ey qəlbi yaralı, fikri pərişan, qəlbindən keçəni qorxma, de gəlsin. Bu nümunədəki feillər qorxma, de gəlsin ifadəsi feilin əmr şəklindədir. Ona görə bir zaman şəkilçisi yoxdur. Y variantda uyğun deyil. Cavabımız olacaq C variantı itirməz, qeyri-qəti gələcək zamandadır. Davam eləyək növbəti və sonuncu sualımızdan. 10. Sözlərdən birinin tərkibinə görə təhlil sxemi digərlərindən fərqlənir. Ümidsizcəsinə sözün kökü ümiddir. Siz leksikcəsinə leksik. Deməli, kök və iki leksik şəkilçisi var. Dalaşqanlıq sözünün kökü dalanmaq feilidir. Bunu çox adam dalaşmaq götürür. Amma dalamaqdan dalaşmaqdır. Hansı ki, kimisə dalayırsan, yəni onu incidirsən. Giditcanın dalamağı kimi. Bir dalaşırsan sonra. Dalamaqdan dalaşmaq, dalaşqan sifəti yaranır, dalaşqanlıq ismi yaranır. Burada 3 leksik var. Geyimli, geyməkdən geyim ismi, ondan da geyimli sifətə əmələ gəlir. Burada 2 leksik var. Sürücülük, sürməkdən sürücü ismi, sürücü ismindən sürücülük ismi əmələ gəlir. Yenə burada 2 leksik şəkilçisi var. İqtisadiyyatçı sözünün kökü nədir? İqtisad. Ondan iqtisadiyyat, iqtisadiyyatçı 2 leksik var. Yəni, tərkibinə görə təhlil sxemi digərlərindən fərqlənən hansıdır? Hamısında 2 leksik şəkilçisi var.
amma B bəndində 3 leksik var. Deməli, B variantı digərlərindən fərqlənir. Dəyərli izləyicilər, bu videomuzun da sonuna gəldik. Həftə ərzində paylaşılan bu videolardan ödənişsiz formada faydalanmaq üçün sadəcə kanala abunə olmağınız kifayət eləyir. Videolarımızı bəyənib paylaşaraq bizə dəstək ola bilərsiniz. Eyni zamanda dekabrın 15-20-si kimi başlayacaq onlayn qruplarımıza 055 418 82 02 ekranın bu hissəsindəki telefon nömrəsi ilə bizə yazaraq əlaqə saxlaya bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.